Son günlər İraqda yaşayan məşhur ruhani və şiələrin ən nüfuzlu mərcəyi təqlidi Ayətullah Əli Sistaninin verdiyi bir fətva İranda aranı qarışdırıb və həm dini dairələrdə, həm də mediada və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bir çoxları belə hesab edir ki, Sistaninin bu fətvası İranda mövcud teokratik rejimin təməlinə hədəf almaqla ona ciddi ideoloji və siyasi zərbə vurub. Təsadüfi deyil ki, hətta İran hakimiyyətinə bağlı Həmşəhri qəzeti də Sistaninin sözü gedən fətvasını qalmaqallı fətva adlandırıb. Məsələnin mahiyyəti budur ki, ardıcıllarından biri Ayətullah Sistani belə bir sual ünvanlayıb. Bəzi İslam ölkələrində hökumət məscidlərdəki cəmaat imamlarına aylıq maaş verir və onlardan bir qismi də Şiə din xadimləridir. Bu məsələ barədə sizin şərəfli fikriniz nədir? Sistaninin bu suala cavabı belə olub. Biz möminlərə məsləhət görürük ki, hökumətdən maaş alan bir şəxsin arxasında namaz qılmasınlar. Bu, onları tənqid etmək və ya onların dürüstlüyünü şübhə altına almaq üçün deyil. Onun üçündür ki, həmin vəzifələrin və onları tutan şəxslərin mövqelərinin, hətta gələcəkdə də hökumətin hər hansı mümkün müdaxiləsindən tam şəkildə azad olmasına təminat verilsin. Bu mətin Ayətullah Sistaninin rəsmi saytının ərəbcə versiyasında İndi belə bir söz deyirlər, Sistani düz deyil. Fitvanı qəşəng verib, düz də veribdir, necə lazımdır, dərinlik nöqtəsidir. Bu elə namaz qılmağı deyil, indi. Amma namaz qılmaqsa nədir? Pul alırsansa tağut rejimindən, bu birbaşa haramdır ya, dərinlik nöqtəsidir budur. İndi sən təsəvvür eləyin ki, İndi lap dərinliyini deyəcəm ha. Bütün müsəlmanlar tağutdan pul alırsa haramdır. Çünki nəyə görə? Ona görə ki, tağutu sən dəstək olursan, tağutun işini yönəldirsən. Başa düşdünmü? Bax budur. İstəyirsən namaz da qıl, amma haram yeyirsən. Başa düşdünmü? İstəyirsən olsun sən polisdə işləyirsən, namaz qılsan. Fərqi yoxdur. Sən orada işdə əskərlikdə orada. Yeyin sizə namaz qılmır. Yeyin deyirəm ki, bu yəni belədir. Başa düşdünüzmü? Alırsan tağuta dəstək olursan. Başa düşdün, bax budur. Müsəlmanlar qırılır. Bax budur. Sən müsəlman ola tağuta dəstək olursan, müsəlmanlığı buradan qırtdırırsan. Başa düşdün, bax budur. Lap dərini piki deyirəm də, yəni biləsiz belə deyim, rolu dində başa düşəsiz. Başa düşdünüz, bax bunu. İranda qalış ona düz deyirlər. Tək söhbət indi şeydən getmir ki, adını mollalarla. Bütün müsəlmanlardan söhbət gedir. Qaldı ki, hələ lap dərinliyini demirəm, hələ bunların bir də elə dərinliyi var ki, bunlar qalarlar mat, hələ onu demirəm, hələ tezdir. Deməyəm nədir, deməyəm odur ki, mən deyirəm də siz belə şeylərə hazır olmayasınız, hələ bu müştəhidlər hazır olmayacaq, görürsünüzmü? Hələ görün, indi bu yaxşı ki, bunu dedi ki, mən dedim davamını dedim ki, biləsiz lap dərinliyi nədir. Deməyəm odur ki, bir şey ki, sayğac qoyur cəmaata, kasıba, sayğac qoyur, nə bilim, qaz pulu, işıq pulu, su pulu, cəmaat qırılır oradan, qaz yoxdur oralarda, qaz çəkdirmişlər. Bir şey ki, Quranla gedir, yaxşı, tüfli-mufli nə gəzir orada? Belə deyək, acə, belə təbliğat olur. Hələ İraqın özünü demirəm, hələ Kəbənin özünü demirəm, hələ orada çox şeylər var. Ona görə deyirəm ki, siz hazır deyilsiniz belə bir təbliğatlara, başa düşdünüzmü? Siz dərinliklərə hazır deyilsiniz, başa düşdünüzmü? Sizcə hazır olmaq üçün sizin beyniniz açılmalıdır. Ona görə deyirəm ki, dua oxuyun gecə gündüz. İndi onlar əlbəttə ki, müəyyən şeylər var ki, mən indi bilmirəm, ondan sizdən nəticələnəm. Məsəl üçün, mən belə deyim də, mən indi mənim səsim yoxdur, Quranı oxuya bilmirəm, belə deyəkdən, avazım yoxdur. Sən onu oxusan, mən gələm ondan səndən qidalanıram. O şart deyil ki, mən gələk hər şeyi bilim. Məsəl üçün, sən nəyisə də deyirsən, oradan hansısa bir şeydir, mən ondan səndən öyrəndim, qidalanıram. Mən məsəl üçün, bunu da diyorsun, Sistani deyir, mən də Sistandan qidalanıram, mən də bu təbliğatı deyirəm belə, siz də bundan qidalanırsınız belə, başa düşdüm. Hər həmin bir vəzifəsi var, başa düşdünmü? Heç kim qınanmaq olmaz. Onlar da azğınlıqdadır, söhbət yox. Onlar amma yeni mömin qardaşımız amma azğınlıqdadır. Xəstəlikdədir, xəstəlik bürüyübdür. Başa düşdünmü? Qınamaq da olur, burası da var. Bildinizmi indi? İndi deməyəm o ki, onları da azad eləmək lazımdır. Başa düşdün? Birinci ona görə deyirəm ki, özümüzün içi. Təbliğat nəyə görə deyirəm düz getmir? Çünki sabahsı günü tağut deyəcək ki, birinci öz içindən başla. Öz için görmsən nə gündədir, bax bunu deyəcək. Ona görə deyirəm ki, ayılın. Başa düşdünmü? Ayılın. Ayılın, boş baxmayın böyle Allahın dəyərli təbliğatına, cənnət təbliğatıdır ya bu, deyirəm biləsiz. Dərinliklərin hamısı cənnət təbliğatıdır.
Sonra peşman olasınız. Ha, kim ki gülər eləyər, belə şeylərə məzət qoyar, inanmaz. Sonra özünüz bilərsiniz. Cavab sizdə olacaq.